Acı da olsa bir həqiqət oxuyuram sizin üçün. Ərşad Əzimzadənin Möcüzəsiz Möcüzə kitabından. Bax, buradan başlayıram barmağımı qoyduğum yerdən. Moskvada məni müalicə edən ağsaqqal professorun vidalaşarkən dediyi bir acı həqiqət yadıma düşürdü. Baxıram, sən ağıllı olansan, səninlə açıq danışmaq olar. Bir dəfəlik yadında saxla, tibb elmi heç bir xəstəliyi sağaltmır. Sadəcə xəstəliyin sürətli inkişafının qarşısını ala bilir. Vəssalam, qayıt vətəninə və nə qədər bacarsan yaşa. Heç bir xəstəlik sağaltmır. Çox təəssüf olsun. Qarşısını belə ala bilir. Həqiqətən də insan bir şey deyim sizə. İnsan orqanizmi vallahi ki mükəmməl yaradılıb. Hər zaman deyirəm mən. Bədən öz-özünü sağaldır. Biz təbiətin bir parçasıyıq. Təbiətdə olmalıyıq. Qidalanmaya biz diqqət eləməliyik. Əsas qidalanmadır, yürüyüşdür, yatmaq rejimidir, isti soyuq su terapiyasıdır. Bizim həyatımız. 2 dənə yol var. 3-cü yol yoxdur. Ya biz sağlamlıq və xoşbəxtlik, ya da xəstəlik və bədbəxtlik. Bunu seçməliyik. Bu bizim öz əlimizdədir. Sağlam olan insan xoşbəxt olur, düşüncələri də gözəl olur. Həyatı ümumiyyətlə rəngbərəng olur. İnsan yaşamaq istəyir. Amma xəstə insan vallahi ki o xəstəliyə, o ağrılara, acılara son qoymaq üçün heç yaşamaq istəmir. Çünki mən bu yolları hamısını keçdim. Həqiqətən də gördüm hamısını vallahi. O şiddətli ağrılarım, acılarım olanda xəstəliyimin kəskin dövründə dedim ki, ey Rəbbim, mənə ölüm, yatım durmayım. Mənə bir rahat ölüm vermə, artıq dünyadan köçüm, dözə bilmirəm. Amma indi mən yaşamaq istəyirəm, inanırsınız. Bax, neşi sistemidir. Ərşad Əzimzadənin Möcüzəsiz Möcüzə kitabıdır. Alın, oxuyun bunları. Həyatınızı dəyişin. Ən azından burada siz bir yol tapacaqsınız. Yol görəcəksiniz sağalmaq üçün. Sağalmayan xəstəlik yoxdur. Sağalmaq istəyən insanlar yollar axtarır, sağalmaq istəməyən insanlar bəhanələr elə tapa-tapa, gətirə-gətirə tələf olub gedir. Vəssalam.